Salam hörmətli izləyicilər. Bugün yenə Ələddin müəllimin kitabına müraciət eləmişik. Burada maraqlı bir loqaritma misalına baxacağıq sizinlə. Verdik bizdə A bərabərdir eləcə 5 faktorial, B bərabərdir 2 olarsa, eləcə 4 faktorial, eləcə 3 faktorialı A və B ilə ifadə etməlidir. Biz verilənlərə baxsaq görərik ki, 5 faktorialın içində 4 faktorial nədir var? Onda işə başlamalıyıq hardan? 5 faktorialdan. Baxaq bura, A bərabərdir eləcə 5 faktorial. Onda bunu yazacaq biz. Eləcə 4 faktorial üstə gəlinsin eləcə 5. Eləcə 5'in özünü necə yaza bilərik? Gördüyümüz kimi bizdə 2 var. Onda eləcə 5 də eləcə 5 də üstə gəlinsin eləcə 10 bölünsün eləcə 2'dir. 10 bölü 2 5 verir. Ona görə bunu sıx yazarıq. Nə kimi? Eləcə 2'mi. Gördüyümüz kimi 12'ye böləndə bizə nə verir? 5. Bu dardan da gördüyümüz kimi bu bizə 1 verir. Deməli onda bizim 4 faktorialımız, eləcə 4 faktorialımız bərabər olacaq A. Eləcə 2'nin yerinə B yazsaq, üzərinə gəl B. Eləcə 10'umuz da bizə nə verir? 1. Deməli A üstə gəlinsin B, sıxılsın 1 almış oluruq. Sürətimiz məlum. Bəs məxrəci necə eləyəcək? 3 faktorialı necə yaza bilərik? 3 faktorial bildiyimiz kimi nədir? 6'dır. 4 faktorial da nədir? 24. 24'ü 4'e böləndə 6 edir. Onda bunu yazacaq. 4 faktorial sıxılsın eləcə 4 kimi. Yəni 24'ü 4'e bölsək nə verir bizə? 6. Bu da bərabərdir. Gördüyümüz kimi 4 faktorialımız var bizdə. A üstə gəlinsin B, sıxılsın nədir? 1'dir. 4'ümüz isə bizə 2 dənə 52 verir. 52'miz də nədir? B'dir. Deməli olacaq sıxılsın nədir? 2B. Bu da bərabər olacaq A, sıxılsın B, sıxılsın 1. Gətirib yerinə yazsaq, sürətimiz verdi bizə A üstə gəlinsin B, sıx 1. Məxrəc də verdi bizə A, sıx B, sıxılsın nədir? 1. Deməli, qeyd deyim sizə, xatırlatma olsun. Yanvarın birindən MİT qruplarına hazırlıq başlayır. Qoşulmaq istəyənlər, əsl riyaziyyat öyrənmək istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. Hələlik sağ olun.